Ümumiyyətlə baş ağrıları çoxdur. Başın ağrısı qan təzyiqindən ola bilər, qan azlığından ola bilər, qurd xəstəliyindən ola bilər, endokrin xəstəliklərdən ola bilər, yəni zob xəstəliyi və digər xəstəliklərdən, yuxusuzluqdan ola bilər, nevrozdan ola bilər. Səbəb çoxdur. Ancaq təbii ki, orada ən əsas dediyimiz kimi böyük bir bölümünü miqren təşkil edir, ən böyük bölümünü. Qan təzyiqini qaydaya salan kimi Anar bəy, o dəqiqə baş ağrısı kəsir, yatan kimi, duran kimi baş ağrısı kəsir. Ancaq miqrendə istəyirsən, nə edirsən elə, ilkin dövrdə ağrı kəsicilər istifadə edirsən, sonra iynə ağrı kəsicilərdən istifadə edirsən, sonra heç nə kömək eləmir. Qalırsan əlacsız və onda bilmirsən, nə edəsən. Heç nə tapa bilməyəndə gəlirsən doktor Seyfəddin klinikasına və baş ağrısından azad olursan. Yenə deyirəm, ona görə ki, onun iynə dərmanla dünyada müalicəsi yoxdur. Niyə bizdə var? Çünki orada biz təbii üsullarla arı zəhəri, hansı ki ilan zəhərindən 30 dəfə güclüdür. Zəlidən, arı məhsullarından, bitkilərdən, məcnunadan istifadə edərək insanları baş ağrısından azad edirik, qutarır. Təbii ki, ondan başqa indi mən Azərbaycan Dövlət Tibb Universitetini qutarmışam. Bəzən çox adamlar elə bilir ki, mən təbii üsulla müalicə edirəm deyin. Mən həkiməm, özdə peşəkar, gör neçə ilin həkimiyəm. Yəni, başqa xəstəliklərdə, sədəf xəstəliyi olsun, pullu dəmirov, zob xəstəliklərinin bütün növlərini qurbağa ilə müalicə edirik. Və o cümlədən də zəldən istifadə edirik ki, insanları qoymur ölməyə, tromb olmağa, infarkt olmağa, insult olmağa. Bilirsiniz də, bizdə də heç ürək açan deyil, ölüm faizi ürək damar sistemi xəstəliklərindən çox yüksəkdir. Bundan başqa da oynaq xəstəliklərdir, qurd xəstəliklərdir, saçın tökülməsindən dırnağın göbələyinə qədər. Arada nə varsa, mədə bağırsaq xəstəliklərində məsələn iynə dərman istifadə eləmədən sağaldırır. Eroziya, yara, qastrit nə olsa, köpdür, qəbizlikdir, fərqi yoxdur və varikoz damar xəstəliyidir, babasildir. Yəni, panik ataklardır, nevrozlardır. Yəni, bizim doktor Seyfəddin klinikasında Anar bəy, hamısı var. Ən əsası da son yeniliklərimizdir. Onu sizə çox geniş deməmişəm. Peşəkar masajistimiz var artıq. Həmi biomasaj, həmi əllə masaj və yüksək texnologiya ilə hicam eləyirik, o zəli arı qurbağadan başqa. Sonra iqla terapiya, iynə batırma üsuluna müalicə eləyirik. Yəni, təbii üsulların böyük bir qismini yığışdırmışıq və insanlara xidmət eləyirik. Və telefonlarımızda görürlər. Təbii ki, müraciət edə bilərlər.